Salam əziz və hörmətli televiziya tamaşaçıları. Artıq bir neçə gündür ki, müqəddəs Ramazan ayı daxil olmuşdur. Bu münasibətlə bugünkü proqramımızı Ramazan ayının mahiyyəti, fəlsəfəsi və fəzilətləri mövzusuna həsr edilmişdir. Ramazan ayı müsəlman təqvimində ən müqəddəs və şəfqətli aylardan hesab edilir. Bir sıra qaynaqlarda Ramazan ayı 11 ayın sultanı adlandırılır. Allah bu ayda orucu vacib etməklə Ramazan ayını digər aylardan üstün etmişdir. Bundan əlavə, səmavi kitabın bu ayda enməsi, eyni zamanda gecələrin ən fəzilətlisi Qədr gecəsinin bu aydan hesab olunması Ramazan ayının üstün cəhətlərindən hesab edilir. Əlbəttə, bu haqda daha ətraflı və müfəssəl müzakirələri biraz sonra davam etdirəcəyik. İndi isə sizi Quran ayələri rubrikasını izləməyə və dinləməyə dəvət edirəm. Əuzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. وَمِنَ النَّاسِ مَنْ يَشْتَرِي لَهْوَ الْحَدِيثِ لِيُضِلَّ عَنْ سَبِيلِ اللَّهِ بِغَيْرِ عِلْمٍ وَيَتَّخِذَهَا هُزُوًا أُولَٰئِكَ لَهُمْ عَذَابٌ مُهِينٌ وَإِذَا تُتْلَى عَلَيْهِ آيَاتُنَا وَلَّى مُسْتَكْبِرًا كَأَن لَّمْ يَسْمَعْهَا كَأَنَّ فِي أُذُنَيْهِ وَقْرًا فَبَشِّرْهُ بِعَذَابٍ أَلِيمٍ. Əziz tamaşaçılar, verilişimizin bugünkü qonağı Məşədi Dadaş məscidinin imamı, ilahiyyatçı Hacı Əli Şərbətovdur. Xoş gördük Hacı, salamlayırıq sizi. Çox sağ olun, təşəkkür edirəm. Mən də xoş gördük həm sizi, həm tamaşaçılarımızı bu mübarək Allahın ayında görüşməyimizə çox şadıq və bütün xalqımızı, cəmaatımızı mübarək ay münasibəti ilə təbrik edirəm. Allah Teala tutulan bütün orucları, edilən ibadətləri və verilən sədəqələri qəbul eləsin bu ayda inşallah. Amin. Çox təşəkkür edirik Hacı. Ramazan ayı haqqında ümumi məlumatları, onun mənəvi, üstün cəhətləri haqqında əsas zəruri məlumatları təqdim etməyinizi xahiş edirik. Çox sağ olun. Elnur mənim təşəkkür edirəm. Ramazan ayı sizin də qeyd etdiyiniz kimi aylar içərisində, 12 ayın içərisində ən üstün ay hesab olunur və Həzrəti Peyğəmbərimiz də bu aya daxil olanda, bu ay çatmamış etdiyi xütbəsində ilk dəfə Ramazan ayının vacib olduğu ildə, hicrətin 2-ci ilində Həzrəti Peyğəmbərimiz bu ayın fərqli üstünlüklərinə işarə eləmişdir. Bundan əlavə Ramazan ayı digər, yəni Ramazan ayının ibadəti, oruc ibadəti digər ibadətlər kimi Quran-ı Kərimin ayəsinə əsaslanır. Bəqərə surəsinin 183-cü ayəsinə görə Allah-u Teala buyurur ki, sizdən əvvəlki ümmətlərə oruç tutmaq vacib olduğu kimi sizə də oruç tutmaq vacib edildi, ey Peyğəmbərin ümməti. Və sonunda, ayət-i kərimənin sonunda buyurur ki, bəlkə təqvalı olasınız. Ümumiyyətlə, bütün ibadətlər təqva əldə eləmək üçündür. Yəni, ibadətlərin nəticəsi təqvadır. Və bizim də ahirətə götürəcəyimiz azuqə təqva azuqəsidir. Allah-u Teala özü də yenə Quran-ı Kərimdə Bəqərə surəsində buyurur ki, وَتَزَوَّدُوا فَإِنَّ خَيْرَ الزَّادِ التَّقْوَى. Buyurur ki, özünüzə azuqə toplayın və ən xeyirli azuqə də təqvadır. Yəni, ahirətə götürəcəyimiz ən gözəl, ən xeyirli azuqə təqvadır. Ramazan ayında oruç tutmaq da o təqvanı əldə eləmək üçün çox gözəl bir fürsətdir. Allah-u Teala heç bir ayda bu qədər aydın, bu qədər yəni bütün maniyələrdən kənar aşılmış bir təqva necə deyirlər, tarlasını heç bir ayda qərar verməyib. Bunu Ramazan ayında qərar verib
və Ramazan ayının üstünlüyü də buna görədir. Ümumiyyətlə, təqva nədir? Quran-ı Kərimdə bir neçə çoxlu təqva haqqında ayətlər var. Amma təqvanı adətən iki cür izah edirlər. Biri budur ki, Qəmər surəsinin 54-cü ayəsində Allah Teala buyurur ki, İnnəl muttaqinə fi cənnətin və nəhrin. Buyurur ki, həqiqətən təqva əhli insanlar cənnətlərdədir, bağlardadır və çaylar axan bir gözəl asudə yerdə yerləşmişlər. Bu təqvanın cismə, bədənə olan zahiri ləzzətləridir. Yəni, təqvalı şəxsin cənnətdə olan məqamının zahiri hissəsidir. Necə ki, dünyaya da bənzədilmişdir bir növ. Dünyada da insanın bədən olaraq, cism olaraq ləzzət alacağı şeyləri Allah Teala cənnətin də o tərəfini izah eləmişdir. Amma təqvanın ikinci hissəsi Allah Teala'ya qovuşmaqdır. Və onun növbəti ayətdə, yenə Qəmər surəsinin 55-ci ayəsində Allah Teala buyurur ki, Fi məqadi sidqin ində məlikin muqtedirin. Təqvalılar o kəslərdir ki, bütün kamal və qüdrətin sahibinin yanında doğrusu olanlardır. Yəni, Allah Teala'nın yanında olanlardır təqvalılar. Yəni, təqvanın ikinci, daha kamil hissəsi Allah'a qovuşanlardır. Allah'a qovuşmağın ən gözəl nümunəsi, ən gözəl praktik əməli hissəsi elə Ramazan ayında mümkündür. Çünki Allah-u Teala'nın bir hədis-i qüdsüsü var, gözəl bir kəlamı var. Həzrəti Peyğəmbərimiz o kəlamı bizə çatdırır. Elə Şabaniyyə xütbəsində, yəni Ramazan xütbəsində buyurur ki, Ramazan ayının orucu mənə məxsusdur və onun da mükafatı mənim öhdəmdədir. Bəzi mənalarda, təfsirlərdə deyirlər ki, mənəm onun mükafatı, mənim özüməm və yaxud mən verəcəm onun mükafatını. Yəni, heç kəs Ramazan ayının orucunun mükafatından xəbəri yoxdur. Bir Allah Teala bilir ki, onun hansı mükafatla mükafatlandıracaq. Oruc ibadəti yalnız və yalnız İslamdan əvvəlki ümmətlərdə olduğu kimi, İslamda da Allah üçün var. Tövhid əhlinə aid. Tövhid əhlinə məxsusdur, bəli, buyurduğunuz kimi. Və ona görə Allah-u Teala oruç tutmağı bütpərəstlər o ayəni yerinə yetirməyib. Allah Teala da ona buyurur ki, o ibadəti mənim üçün edin və onun da mükafatı mənəm. Bundan başqa ikinci bir daha dərin fəlsəfəsinə biz daxil olmaq istəsək, yəni oruç tutanın Allah Teala'ya olan orucun Allah'a məxsus olması və Allah Teala'nın onu özünün mükafatlandırması daha nə mənadadır? İmamlarımızdan, böyük imamlardan İmam Musa Kazım əleyhissalam buyurur ki, sizin bədənlərinizin dəyəri cənnətin müqabilidir. Yəni, sizin bədənləriniz cənnətə ancaq bərabərdir. Və onu başqa heç bir şeyə dəyişməyin. Yəni, əslində, bizim bədənlərimizin müqabili, əvəzi əgər cənnətdirsə, onda gör ruhlarımızın müqabili nədir? Ruhlarımızın müqabili daha uzadır. Oruc isə birbaşa ruhla olan məsələdir, ruhla bağlı olan məsələdir. Ona görə ruhun dəyəri Allah Teala'ya qovuşmaqdır. Ruh ki, Rəbbimizə qovuşacaq, onun dəyəri uca Rəbbimizə qovuşmaqdır və bunu da yerinə yetirməyin ən münbit yeri Ramazan ayıdır. Təşəkkür edirəm, Hacı, çox müfəssəl və əhəmiyyətli məsələləri diqqətimizə çatdırdığınız üçün. Oruç tutan insan özünü necə aparmalıdır? Oruç tutan insanlar bir-birinə qarşı çox həssas olarlar və yardımlaşmağa meyilli olarlar. İnsanlar bir-birinə yardım eləməyə, çətinlikdə olanları, sıxıntıda olanlara kömək eləməyə çalışarlar. Və oruç ibadəti bizə eyni zamanda ətrafımızda olan kasıbların, yoxsulların, fəqirlərin halından xəbərdar olmağa sövq eləyər. İnsan övladı ki, ac olar gün ərzində və o aclığı hiss eləyəndə acların, fəqirlərin, kasıbların hiss etdiklərini hiss eləyər. Və o insanı ona yönəldər və Allah sevgisi də insanı o səmtə yönləndirər. Oruc ibadəti cəmiyyət olaraq bizə həm bütövlüyü, həm bərabərliyi, həm yardımlaşmağı, həm bu kimi xeyir işlərdə bir-birimizlə yarışmağa sövq eləyər. Yəni, xeyir işlərə sövq eləyən fəzilətləri var. Bundan başqa, oruc ibadətinin insanın özünə qazandırdığı fəzilətlər
nələr ola bilər? İnsanın ümumiyyətlə ruh aləmini yetişdirən ən böyük ibadətlərdən biridir oruc ibadəti. Çünki insan övladı cisim və ruhdan ibarət olduğu üçün cismin qidalanması əgər hansısa bir qida qəbul eləməkdirsə, mənəviyyatın, ruhun qidası isə əksinə bədəni ac qoymaqdır. Yəni oruc vasitəsilə bədəni ac qoymaqdır. Belə olduğu halda cismin tələb etdiyi, cismin meyl etdiyi nəfs kiçilər insan övladı ac qalanda, Allah üçün ac qalanda, əksinə ruh böyüyər. Yəni oruç tutanın ruhu böyüyər, genişlənər. Ona görə hədislərdə də var ki, buyururlar ki, oruç tutan ruhən mələk səviyyəsinə qalxar, mələkləşər. Necə ki, mələklərin maddi qidaya ehtiyacı olmadığı kimi, oruç tutan da özünü maddi aləmdən təcrid elədiyi üçün, Allah üçün, o mənəvi aləmi onun daha böyüyər, ucalar və mələkləşər. Oruç tutan bu mənada Allah Taala'ya qovuşmağı xatırlayar. Məsələn, Həzrət Peyğəmbərimizdən hədis var, buyurur ki, oruç tutan 2 vaxt sevinər. Bir iftar eləyən vaxtı, bir də Allah Taala'ya qovuşan vaxt. Yəni oruç tutan elə bir uca ruhu, elə bir pərvaz eləyər, uca məqama qalxar ki, özünün sanki Rəbbinə qovuşmuş kimi hiss eləyər. Və həqiqətən də qiyamət günündə də Allahın camalını istəyən oruç tutan olacaq. Çünki Ramazan ayının dualarının birində də elə belədir duanın birində, ey Allahım, bu ayı orucun nəticəsində bu ayın mükafatı olaraq sənin camalının ən üstünlüyünü istəyirəm. Yəni Allah Taala'nın camalının üstünlüyünü istəyir bəndə. Ona görə Allahla qovuşmağı xatırlamağın, yəni dünyada ikən xatırlamağın bir hissəsidir. Oruç tutan eyni zamanda nemətlərin qiymətini bilər. Yəni əlində olan nemətlərin qədərini, qiymətini bilər. Biz insanlar çox vaxt əlimizdə olan nemətlərin fərqində deyilik. Bu barədə İmam Cəfər Sadiq əleyhissalam buyurur ki, insanların çoxsu sahib olduğu nemətlərin fərqində deyil və onların şükrünü belə yerinə getirmir, amma ona yazılmamış nemətlərin tələbindədir, sorağındadır. Yəni bəlkə də Allah Taala mənim qismətimə hansısa bir nemət yazmayıb. Onun ardıca düşməklə bizə verilmiş, məsələn, ömür nemətini, sağlamlıq nemətini, nə bilim, asayiş nemətini və bir çox nemətlərin fərqində belə deyilik və hətta onun şükrünü belə əda eləmirik. Ona görə oruç tutan Allah Taala'nın verdiyi nemətlərin fərqində ola bilir, tutduğu oruç sayəsində. Sonra oruç tutan eyni zamanda qənaətkar olmaq hissinə sahib ola bilir. Çünki Allah üçün ac qaldığı, susuz qaldığı bir dövrdə o artıq qani, Allah Taala'nın verdiyinə qani olmaq hissini özünə aşılaya bilir, mənəviyyətini aşılaya bilir. Oruç tutanın ruhu kamilləşər, ruh kamala yetişər. Yəni ruh Allah Taala'nın bizə bəxş elədiyi təyinatı üzrə kamilləşər. Halbuki biz onu çirkləndirib, biz onu müxtəlif günahlarımızla, asiliklərimizlə o ruhumuzu oruc vasitəsilə Ramazan ayında o ruhumuzu təmizləyib kamala doğru yönləndirə bilərik. Oruç tutanın nəfsi tərbiyə olunar. Oruç tutan nəfsini tərbiyə edə bilər. Çünki nəfs insanı, necə ki Qur'an-ı Kərimdə Allah Teala Həzrəti Yusuf əleyhissalamın dili ilə buyurur, İnnən nəfsə ləəmmâratun bis-su. Həqiqətən nəfs insanı pisliklərə sövq eləyəndir və insanı o pisliklərdən çəkindirəndir. Yəni ən azı insan oruclu hal ikən, yəni sübh azanından axşam azanına qədər oruclu hal ikən özünü günahlardan, çirklabdan, pisliklərdən uzaq tutar və o nəfsinə onu adət elətdirər, tərbiyə elətdirər. Oruçdan insan günahlardan özünü qoruyar. Oruç tutan səbri öyrənər və səbr çox böyük bir ərdəmdir. Səbr insan övladı üçün çox böyük üstünlükdür. Allah-u Teala Qur'an-ı Kərimdə bir ayət-i kəriməsində buyurur ki, وَاسْتَعِينُ بِالصَّبْرِ وَالصَّلَةِ Siz elə ki bir çətinliyə, sıxıntıya düşəndə namazdan və səbirdən kömək istəyin. Yəni namaz və səbir dedikdə, səbirdə də məqsəd orucdur. Namaz və oruc vasitəsilə, oruca sığınaraq, onlara sarılaraq Allah Taala'dan kömək istəyin. Yəni oruç tutmaq insanı həyatında baş verən
təlatümlü hadisələrdən, böhranlı vəziyyətlərdən, çətinliklərdən xilas olmaq üçün ən gözəl vasitələrdən biridir. Ümumiyyətlə, bəzən insan övladı bir sıxıntısı, bir çətinliyi olanda bir şeylər nəzr eləyər. Ya qurban nəzr eləyər, ya namaz qılmağı nəzr eləyər, məsələn, və yaxud oruç tutmağı. Və oruc da o məsələlərdən biridir ki, insan övladı özündən Allah yolunda fədakarlıq eləməyi oruc vasitəsilə eləyə bilər ki, Allah Teala da o fədakarlığı istəyir. Bəndəsi Allah yolunda nəyi fəda eləyə bilir? Bəli. İnfaqdan, sədəqədən başqa öz nəfsinə, özünə necə deyərlər, razı olub oruç tuta bilirmi? Və Allah Teala bəzən nəzirləri oruc vasitəsilə qəbul edir. Bəli. Ona görə səbri qazanmaq və səbri sıxıntılar və çətinliklər qarşısında səbirli olmağı qazanmaq, oruç tutmaq vasitəsilə ən gözəl vasitələrdən biridir. Təşəkkür edirəm Hacı, çox geniş və ətraflı izahlar verdiniz. Mən istərdim Hacı, Ramazan ayı sözünün də izahını verərsiniz. Onun o etimoloji mənası ilə hesab edirəm, onda qoyulmuş fəlsəfə və məna yükündə bir əlaqə vardır. Ramazan ayının bəli etimoloji mənalarından biri də Ramada kəlməsindəndir və isti, daş və yaxud yandırıcı bir maddiyə deyilər ki, məsələn, günəşin möhkəm istiliyi altında olan daş hətta tez bişən bir şeyləri də bişirər. Bəli. Yəni, o vasitə ilə insanın günahlarının yanaraq Ramazan ayında aradan getməsinə vasitədir. Ramazan ayının bir mənası da budur. Bəli. Ki, Allah Teala bu ay vasitəsilə bizim günahlarımızı aparar. Yəni, Allah Teala'nın bəndələri üçün yaratdığı çox böyük bir fürsətdir, açılmış çox böyük bir qapıdır. Həzrət Peyğəmbərimizin bu ay barəsində buyurduğu kimi sizin nəfəsləriniz belə zikirdir, sizin yuxunuz belə ibadətdir, dualarınız müstəcabdır. Yəni, heç bir ayda bu fəzilətlər, bu üstünlüklər yoxdur ki, nəfəslər zikir sayıla. Halbuki insan nəfəsi sayılıdır. Həzrət İmam Baqir Əleyhisselam buyurur ki, insanların nəfəsi sayılıdır. Bəli. Və onlar dəyərlidir, sayılı olduğu üçün dəyərlidir. Və hər bir nəfəs Ramazan ayında zikr hesab olunur. Bəli. Hər bir edilən dua müstəcab olunur. Halbuki digər aylarda insan övladı bilmir, mənim etdiyim dua görəsən qəbuldur, qəbul deyil. Doğru. Allah Teala tez qəbul eləyər, yaxud gec qəbul eləyər. Amma Həzrət Peyğəmbərimiz bizə vədə verir ki, sizin bu ayda etdiyiniz dualar müstəcabdır, qəbul olunandır. Ona görə çox böyük, əzəmətli bir aydır. Bəli. Allah Teala bu ayın bütün bərəkətlərini hər birimizə nəsib eləsin. Amin. Hacı, biz onun mənəvi, ruhani tərəf haqqında danışdıq. Belə bir sual doğurur ki, oruc ibadəti həm mənəvi cəhətlərlə yanaşı bir hüquqi tərəfləri də var, əhkami tərəfləri də var. Hacı, istərdim bu əsas məsələyə keçək. Oruc kimlərə vacibdir, kimlər oruc tutmalıdır və orucu pozan əməllər hansılardır? Oruc həddi buluğa yetişmiş müsəlmanlar, ağlı başında olan insanlar tuta bilər və səfərdə olmayan insanlar tuta bilər, bir də xəstə olmayan insanlar tuta bilər ki, onlar oruç tuta bilirlər. İndi o xəstə olanlar öz səhhətlərini özləri daha yaxşı bələddir, həm də həkim məsləhəti ilə oruç tutub tutmamağı müəyyən eləyə bilər. Orucu batil edən bir neçə şey var. Yeməkdir, içməkdir, bildiyimiz kimi. Sonra qatı tozdur, dumandır. Yalandan, məsələn, hədis demək ki, Yalandan, Peyğəmbərin belə bir şey də orucu batil edə bilirmi? Əlbəttə, Allah, Peyğəmbər və imamlar adına yalandan söz deməkdir, orucu batil eləyər. Sonra imalə etməkdir, orucu batil eləyər. Qəsdən özünü qusturmaqdır, orucu batil eləyər. Yəni, bu kimi məsələlər orucu batil edən məsələlərdir. Bu sualı çox verirlər tamaşaçılarımız. Oruc sübh azanından məğrib namazına qədər icra olunan və müəyyən qeyd etdiyiniz əməllərdən uzaq durmaq şərti ilə həyata keçirilən bir ibadət, unikal ibadət növüdür. Tamaşaçılarımız belə bir sual ünvanlayırlar ki, həmin müddətdə ağız suyunu udmaq orucu batil edirmi, yoxsa yox? Bu sual bir çoxlarını maraqlandırır və bəziləri özlərini məşəqqətə salaraq ağız suyunu
udmurlar, saxlayırlar, bir əziyyətə düşürlər. Bax bu nüans orucu pozur yoxsa yox? Təbii ki, pozmaz. Ağız suyu ağzı necə deyirlər, quruluqdan qorumaq üçün də Allah Taala'nın biz insanlara bəxş elədiyi lütflərdəndir və orucu batıl eləməz. Bəli, bu yanlış bir təsəvvürdür. Cəmiyyət arasında da bir çox vaxt müzakirələrə səbəb olur. Bir də hacı, oruç tutan insan nələrə diqqət yetirməlidir? Yəni, oruç təkcə ac və susuz qalmaqdan ibarət deyil. Eyni zamanda gərək yalan danışmasın, qeybət etmək və s. Bax, bu məsələdə nə qeyd edə bilərsiniz? İnsan övladı düşüncəsi ilə də oruc olması lazımdır. Ən gözəl ibadət, ən gözəl oruc düşüncə ilə, zehinlə tutulan orucdur. Və yaxud qəlblə tutulan orucdur. Yəni, təkcə biz şəri ehkamı nöqteyi nəzərdən orucu pozan məsələlər barəsində dedik ki, yeməkdir, içməkdir və s. Amma ondan başqa böyüklərin, imamların bizə tövsiyə elədiyi oruc qəlblə tutulan orucdur ki, insan övladı öz düşüncəsində oruclu olsun. Düşüncəsindən pis fikirlərə, günahlara mürtəkib olmasın və yaxud əlini harama uzatmasın. Düşüncəsindən irəli gələn harama əlini uzatmasın. Ayağını harama gedəcək yola tərəf addımlamasın, atmasın. Gözünü haram olan tərəfə yönəltməsin. Qəlbindən haram olan şeyləri azaltsın, keçirtməsin və qəlbini tamamilə Rəbbinə tərəf yönətsin. Ən gözəl qəlblə tutulan oruc, Həzrət Əli Əleyhisselamın da buyurduğu kimi bu orucdur. Yəni, insan zehnən, düşüncə ilə, qəlbi ilə tutduğu orucdur. Təşəkkür edirəm hacı. Çox təəssüflə qeyd etməliyəm ki, bizə ayrılan vaxt artıq sona çatır. Sonda bir neçə kəlməlik oruç tutanlara, əhalimizə, müsəlman cəmiyyətimizə öz tövsiyələrinizi, öz dualarınızı deyə bilərsiniz, qeyd edə bilərsiniz. Mübarək aydır, gözəl duaların qəbul olunan aydır. Allaha and veririk bu ayın ehtiramına, ucalığına ki, Allah Teala xalqımızın bu ibadət ayında bütün ibadətlərini qəbul eləsin. Şəhidlərimizin ruhlarını şad eləsin. Qazilərimizə, xəstələrimizə şəfa, kəramət eləsin. Allah Teala vətənimizi, ölkəmizi hifz eləsin. Allah Teala uzaqda olanlarımızı, səfərdə olanlarımızı, əskər balalarımızı hifz eləsin. Sağ-salamat evlərinə dönsünlər və kimlərin qəlbində nə duaları, nə istəkləri var, Allah Teala o hacətləri, o istəkləri bu ayın ehtiramına qəbul eləsin, müstəcab eləsin. Amin hacı, təşəkkür edirəm. Bir daha fürsətdən istifadə edib, vaxt ayırıb, dəvətimizi qəbul etdiyiniz üçün, bizimlə çox maraqlı həmsöhbət olduğunuz üçün kollektiv adından öz minnətdarlığımızı bildirir. Gələcək elmi, ictimai fəaliyyətlərinizdə bol uğurlar arzuluyuruq. Çox sağ olun. Təşəkkür edirəm mən. Əziz tamaşaçılar, bununla verilişimiz sona çatır. Allah tutduğunuz orucları, etdiyiniz duaları qəbul eləsin. Növbəti verilişlərdə görüşənədək Allah amanında qalın.